Dövlət Təhlükəsizlik Xidməti terrorçuluqda şübhəli bilinən şəxsi Azərbaycana gətirib. Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizlik Xidmətində aparılan cinayət işi üzrə saxlanılan Nəcimov Ruslan Rafiqoğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Ruslan Nəcimov müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən kompleks əməliyyat axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq bu il aprelin 15-də ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilib. Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.